20 yanvar Azərbaycan üçün bir faciə kimi başladı, amma bir xilasa çevrildi. 1990-cı ilin qaranlıq gecəsində tanklar Bakının küçələrinə girəndə məqsəd qorxu yaymaq idi. Güllələr insanlara yox, əslində azadlıq istəyənə atılırdı. Qadın, kişi, gənc, yaşlı fərqi yox idi. Hamısı eyni suçu işləmişdi, susmamaq. O gecə çoxları şəhid oldu. Amma plan tutmadı. Çünki qan qorxu yaratmadı, milləti oyatdı. Xalq anladı ki, azadlıq kimsənin hədiyyəsi deyil, alınan haqdır. 20 yanvar xalqın diz söktüyü gün olmadı, ayağa qalxdığı gün oldu. Şəhidlərin tabutları ilə birlikdə bir yalan da dəfn olundu. Güya bu millət boyun əyər. O gündən sonra azadlıq artıq bir şüar yox, bir and oldu. 20 yanvar ağrı idi, amma eyni zamanda yol göstərən bir işıq idi. Azərbaycan o gecə itirdi, amma daha böyük bir şeyi qazandı. Öz taleyinə sahib çıxmağı. Allah şəhidlərimizə rəhmət eləsin.